Cisim müəyyən məsafəni 8 metr bölü saniyə sürətlə 9 saniyəyə gedir. Cisim hansı sürətlə hərəkət etməlidir ki, həmin məsafəni 12 saniyəyə getsin? S bərabər VT. V bərabər S bölü T. Tərs mütənasib bir asılılıq var. Yəni, V1 bölünsün V2 bərabərdir, T2 bölünsün T1. V1 8-dir. V2-ni bilmirəm. T2 12-dir, T1 9. 6. İkinci diskin üzərində olan 3 nöqtəsinin mərkəzi qaçma təcili A olarsa, birinci disk üzərində olan bir nöqtəsinin mərkəzi qaçma təcilini müəyyən edin. R2 3R veriblər. R3 isə sadəcə R veriblər. R1 də R'dir. Aha. Əgər 2 ilə 3-ə baxsaq, bunlar konsentrik çevrələrdir. Əgər 3-də təcil A-ya bərabərdirsə, konsentrik çevrələrdə omega, n, t, fi, n bunlar eyni olur. Sürət, təcil və məsafə radiusdan düz asılı olur. Məsələn üçün A bərabər omega R-dən, omega kvadratı R-dən bunu deyə bilərsiniz. Onda 3-də təcil A-dırsa, 2-də təcil olacaq 3A. Və 2 ilə 1 qayışlı ötürmədir. Qayışlı ötürmədə sürət və məsafə eyni olur. A bərabər V kvadratı bölü R olduğundan A R-lə tərs mütənasib asılı olur. Onda əgər 3 R-də təcil 3A-dırsa, R-də radius 3 dəfə azalıbsa, təcil 3 dəfə artmalıdır. Olmalıdır 3 vurulsun 3A, yəni 9A. F1-i 2 veriblər. F2-ni 1 veriblər, F3-ü də 4 veriblər. 2 ilə 1 eyni istiqamətdə yönəldiyi üçün toplanacaq, olacaq 3 Newton. Bir dənə də perpendikulyar olaraq 4 Newton var. Onda əvəzləyici qüvvə olacaq kökün altında 3-ün kvadratı, üstə gəl 4-ün kvadratı, yəni 5 Newton. Yer səthindən şaquli yuxarı atılmış cismin sürətinin zamandan asılılıq qrafikinə əsasən maksimal qalxma hündürlüyünü hesablayın. Neçə ilə atılıb? Şaquli yuxarı hərəkət yavaşlayan hərəkətdir. Sürət get-gedə azalır. V bərabər V0 minus J-dir. Fikir verin, 2 saniyədən sonra sürət 20-dir. 20 bərabər V0 minus J10, T-dəki burada 2 veriblər. Deməli, V0 bərabər olacaq 40 metr bölü saniyə. 40-ı böləcəyik 10-a, bu da olacaq 4 saniyə. Elastiki yaydan yük asılıb. Elastiki deformasiya zamanı yayın mütləq uzanmasının ondan asılmış yükün kütləsindən asılılığı. Deməli, K delta L bərabər mj yazırıq. Delta L bərabər olur mj bölünsün K. Delta L m-dən düz mütənasib asılı olur. A variantı. Elastiki yay verilibsə, onun sərtlik əmsalı da eyni olacaq. Bircə istəyir, 1 və 2 dayaqlara üzərində tarazlıqdadır. Dayaqların reaksiya qüvvələrinin nisbətini hesablayın. Deməli, tən ortasından dayağı qoyuram bir dənə özüm. Və, bax, bunun reaksiya qüvvəsi N1-dir, bununki N2-dir. İndi tən ortadan ağırlıq mərkəzinə dayağı yerləşdirdim və momentlər qaydasını tətbiq edirəm. N1 vurulsun. N1-in dayaqdan qolu 3 damadır. N2-nin dayaqdan qolu 2 damadır. Və N2 bölünsün N1 bizə verəcək 3 böl 2. Sərtliyi veriblər 6 vurulsun 10 üstü 3. Deformasiya 4 cm. 4 vur 10 üstü mənfi 2 metr. İpi kəsdikdə cisim maksimal, H maksimal 3 metr hündürlüyə qalxarsa cismin kütləsini hesablayın. Aha, cisim niyə hündürlüyə qalxır? Ona görə ki, yayın potensial enerjisi bilir cismin potensial enerjisinə. M də bərabər olacaq. Kx kvadratı bölünsün 2JH. 6 vur 10 üstü 3. 4 vur 10 üstü mənfi 2.
kvadratı bölünsün 2, J 10'dur, H da 3'dür. 16 vurulsun 10 üstü mənfi 4. O da 10 üstü mənfi 1, 10 üstü mənfi 5. 0,16 kilogram. Yer dəyişmənin əksi istiqamətində yönəlmiş sabit əvəzləyici qüvvənin təsiri altında hərəkət edən cismin kinetik enerjisinin yer dəyişmənin modulunun asılıq qrafiki. Əks istiqamətdə yönəlibsə, deməli bu yavaşayan hərəkət verəcək. Yavaşayan hərəkətdəki kinetik enerji get-gedə azalır. Ona görə də cavab olar A variantı. A bərabərdir delta Y kinetik, bu da bərabərdir F əvəzləyici vurulsun S. Gölün dibindəki M səs mənbəyindən göndərilən ultrasəs siqnalı buraxıldıqdan 2 saniyə sonra gölün səthindən 510 metr məsafədə yerləşən qəbul edici tərəfindən tutulur. Səs mənbəyinin yerləşdiyi dərinliyi hesablayın. Səs H2 məsafəsini sudakı sürətlə 1400 T2 ilə gedir. H1 məsafəsi, yəni ki 510 metr isə havadakı sürətlə, yəni 340 T1 ilə gedir. Buradan T1 bərabər olur 1/5-ə. Ümumi 2 saniyə vaxt sərf eləyibsə, deməli T1-in üstünə T2-nin gələndə 2 verir. 2-dən 1/5-ə çıxsam T2 qalacaq. 0,5. Baxın. H2 də bərabərdir 1400 vur 0,5. Bu da olur 700. Mənə deyir ki, səs mənbəyinin yerləşdiyi dərinliyi hesablayın. Biz tapdıq onu. 700 metr. Sıxlığı mayenin sıxlığından böyük olan cisim. Mayeye tam batdıqda onun mayedəki çəkisinin mayenin sıxlığından asılıq qrafikini müəyyən edin. Aha. P bərabərdir. P0 minus F Arximeddir. P0 minus F Arximedin yerinə rho maye V batan R yazıram. Qabaqda minus işarəsi var. Ona görə də belə bir asılıq. Verilmiş kütləli ideal qazın təzyiqinin mütləq temperaturdan asılıq qrafiki verilir. Qaz bir halından 2 halına keçirdikcə onun həcmi və sıxlığı. PV bərabər neu RT-dir. V-ni buradan tapsaq, neu RT bölünsün V olacaq. P olacaq. Baxın, belə eləyək. Aha, belə baxsaq. V T-yə yaxın olan da çoxdur. Yəni 1-də 2-dən çoxdur. 2 daha çox P-yə yaxın gəlir. Yəni mən nisbəti ilə baxdım. Elə bil ki, kotangens alfa ilə baxdım. T böl P ilə. Rho isə verilmiş kütləlidirsə M bölü V'dir. M eynidir. Rho da V ilə tərs asılıdır. V necədirsə rho tam tərsi olacaq. Rho 1 kiçik olacaq rho 2-dən. A variantı. Sabit temperaturda deyir T konstantdır. Verilmiş kütləlidir. M də konstantdır. Təzyiqi 2 dəfə artırdıqda daxili enerjisi. O bərabər 2-də 3 kiçik M bölünsün böyük M RT-dir. Həm verilmiş kütləlidir, həm də temperatur sabitdir. Ona görə daxili enerji dəyişməyəcək. Aha. Otaqdakı havada olan su buxarının sıxlıqları və otağın temperaturu. Otağın temperaturunu quru termometrin göstərişi nümayiş etdirir. Quru termometr birincidə 28-dir, ikincidə 25. Deməli, T1 T2-dən çox olacaq. Aha, su buxarının sıxlığı nisbi rütubətlə əlaqədardır. Fi bərabərdir. Deməli, rho bölünsün rho 0 vurulsun 100%. Elə bil ki, biz nisbi rütubətə baxsaq, rhonu da müəyyən eləmiş olarıq. Nisbi rütubət özü quru və yaş termometrlərin göstərişləri fərqi ilə tərs asılıdır. Birincidə 28-dən 20 çıxanda 8 qalır. İkincidə 25-dən 20 çıxanda 5 qalır. Kimdə fərq azdırsa, onda nisbi rütubət çoxdur. Yəni ki, fi 2 fi 1-dən çoxdur. Fərq azdır ona görə. Fərq azdır, nisbi rütubət çoxdur, onda rho 2 də rho 1-dən çox olacaq. B variantı.
F bərabər K delta L'dir. K'nın yerinə yazacağıq. YS bölünsün L0 delta L. İndi buradan Young modulunu tapmaq lazımdır. F L0 S delta L. Belə bir düstur. A variantı. Bircins elektrostatik sahə deyirsə, intensivliklər bərabər olur. Qeyri-bircinsdə fərqli olur. Və sahə həmişə elə yönəlir ki, potensial get-gedə azalsın. Yəni, F1, F2-dən çoxdur. İntensivlik xətləri potensialın azalması istiqamətində yönəlir. C variantı. Tutumu veriblər 6 mikrofarad olan müstəvi hava kondensatoru gərginliyi 40 volt olan sabit gərginlik mənbəyinə qoşulub. Məsafəni 1/2 dəfə artırdıqda yük necə dəyişər? Q bərabər CU, o da bərabər epsilon 0, epsilon S böl D vurulsun U-dur. Və yükün əvvəlki qiymətini tapsaq, CU-dan 6-nı vurarıq 40-a, eləyər 24, 240 mikrokulon. Mikrokulon. Aha. Sonra isə baxın, Q D ilə tərs mütənasib asılıdır da, görsünüz məxrəcdədir. D-ni 1/2 dəfə artırmışıqsa, onda Q 1/2 dəfə azalmalıdır. 240-ı 1/2 dəfə azaldaq. Bu da olacaq 200. Əvvəl 240 idi, sonra oldu 200. Necə dəyişdi? 40 mikrokulon azaldı. Cavablar mikro inandı deyə mən də bunu çevirmədim. Müqavimətləri verib ki, R-dir, 2R-dir və 3R-dir. Gərginlikləri müqayisə eləməyimizi istəyir. Aha. Necə qoşulub? Deməli, buradan gəlir müsbətdən. 2 yol ayrıcına düşür. Belə. Deməli, ən öndə 2R'lik bir müqavimət var. Sonra digərləri isə ona paralel birləşib. 2R'lik müqavimətimiz R2-dir. R1 R-dir. R3 isə 3R-dir. Belə. İndi gərginlikləri paylayaq. Bax, bunların gərginliyi eyni olacaq. Çünki paralel birləşiblər. İndi bu ikisini bununla müqayisə eləmək üçün onların ümumi deməli müqavimətini tapmaq lazımdır. R vurulsun 3R, R üstəgəl 3R. Bu da eləyəcək 3R böl 4. Aha. İndi baxın, ardıcıl birləşmədə U bərabər IR-ə baxsaq, U R-lə düz asılıdır. Baxın, bu iki dənəsinə ardıcıl birləşib. Bunların ümumi müqaviməti 3R böl 4-dür. Bunun müqaviməti 2R'dir. Əlbəttə ki, bunun müqaviməti çoxdur deyə gərginliyi də çox olacaq. Deməli, U2 bunlardan çoxdur. Bunlar isə bir-birlərinə bərabərdirlər. Niyə? Çünki paralel birləşiblər. Mən elə bil ki, bu iki dənə rezistorun yerinə tək bir dənə elə bir rezistor qoyuram. Ümumi müqaviməti də 3R bölünsün 4 olan. Ondan sonra bundan bunu müqayisə edə bilirəm. Onsuz da ardıcıl birləşir də. Bu iki rezistora ardıcıl birləşib. Ona görə də onların cəryanları, yəni bunun cəryan şiddəti bu ikisinin cəryan şiddəti ilə eyni olmalıdır. Eyni olanda U R-lə düz asılıdır. Bu müqaviməti çox olduğu üçün gərginliyi də çox olacaq. Yəni ki, Y variantı. Hansı hadisə müstəqil qaz boşalmasının davam etmə səbəblərindən biridir? Müsbət ionların katoda zərbələri nəticəsində katoddan elektronların qopması hadisəsi. Elə budur. Bircins elektrik sahəsinin induksiya xətləri hansı istiqamətdə yönəlməlidir ki, təsvir olunmuş cəryanın naqilə təsir edən amper qüvvəsi şəkil müstəvisinə perpendikulyar olmaqla bizdən şəkil müstəvisinə doğru yönəlsin. Amper qüvvəsi, yəni bizim sol əlimizin baş barmağı bizdən şəkil müstəvisinə getməlidir. 4 barmağımız da cəryan istiqamətində. Onda bir gərək belə olsun ki, ovucumuza daxil olsun və 4 barmağımız cəryan istiqamətində olanda baş barmağımız bizdən şəkil olsun. Yəni ki, əl belə tutulmalıdır ki, 4 barmaq cəryan istiqamətində olsun, B induksiyası ovuca daxil olsun, baş barmaq da bizdən şəkil müstəvisinə doğru olsun. İnduktivlik maqnit seli. Sarğacın daxilindəki ferromaqnitin maqnit difuzoğundan hər ikisi düz mütənasib asılıdır. Cəryan şiddətindən asılı olmayan induktivlikdir.
Hər ikisi skalyar kəmiyyətdir. Vahidi Weber söhbət maqnit selindən gedir. Base kosinus alfa ilə təyin olunur. Sarğacdan keçən maqnit sahəsinin induksiya vektorunun modulu ilə düz asılıdır. O da induksiyadan söhbət gedir. Maqnit selindən söhbət gedir. Fi bərabər base kosinus alfa. S nöqtəvi işıq mənbəyinin toplayıcı nizada alınan xəyalı. Baxın, harda yerləşib? Cisim yerləşib F-lə 2F-in arasında. Onda xəyal 2F-dən uzaqda böyüdülmüş və tərsinə alınmalıdır. D variantı. Baxın. Paralel şuanı göndəririk, fokusdan keçir və optik mərkəzə göndəririk. Baxın bu şəkildə. İkisinin kəsişmə nöqtəsi. Joule vurulsun, volt bölünsün, Weber bizə nə verər? Joule iş və yaxud enerjinin vahididir. Volt gərginlikdir, Weber maqnit selidir. Biz enerjinin yerinə fi I böl 2 yazsaq, burada bir dənə U var, aşağıda da bir dənə fi var. Bax, bu fi'lər getsə qalacaq I-U. Böl 2. Böl 2'ye fikir verməyin, çünki biz vahid çıxardırıq da, yəni vahid axtarırıq. I-U nəyin vahididir? Gücün vahididir. Ona görə A variantı. Fotoeffekt zamanı katoddan qopan elektronların maksimal sürəti. Aha. Y foton bərabərdir A çıxış üstəgəl YK-dır. H nü bərabər H nü minimum üstəgəl Y kinetik. Onu da yerinə mv kvadratı böl 2 yazarıq. Düşən işığın dalğa uzunluğundan asılıdır, bəli. Çünki orada H, S böl lambda bərabərdir H, S böl lambda maksimum üstəgəl mv kvadratı böl 2 yaza bilərik. Fotonun enerjisindən asılıdır, bəli. Çünki orada YK bərabərdir Y foton çıxılsın A çıxış. O da bərabər mv kvadratı böl 2 yaza bilərik. Düşən işığın intensivliyindən xeyr, asılı deyil. Çünki kinetik enerji asılı deyil. Katodun materialının növü çıxış işini dəyişdirir. Bu da çıxış işindən asılıdır axı. Ona görə katodun materialından da asılı olacaq. Material dəyişəndə çıxış işi dəyişir. Bu da çıxış işindən də asılıdır. Çıxış işi nə qədər az olsa o qədər yaxşıdır da. Bir cins maqnit sahəsinin induksiya xətlərinə perpendikulyar daxil olan protonun sürətini azaltdıqda A bərabərdir F böl M. Maqnit sahəsində QVB bölünsün M yazıram. Sürəti 2 dəfə azaldanda təcil də təbii ki də 2 dəfə azalır. Onsuz yük eynidir, kütlə də eynidir. Bir cins maqnit sahəsində B də eynidir. İnduktivliyi veriblər 0,2. Maqnit seli nə qədər olmalıdır ki, enerji 1,6 olsun? Fi kvadratı bölünsün 2L maqnit sahəsinin enerji düsturudur. Oradan mənə Weber lazımdır. Aha, fi bərabər olacaq kökün altında 2L və W. Kökün altında 2, 0,2 vur 1,6. 0,64, ondan da çıxır 0,8. Kütləni veriblər 20 kiloqram. Aha. Enerji, udulan enerji 30 joule. Udulma dozası D bərabər Y bölünsün M-dir. Yəni 30 bölünsün 20. 1,5 qrey alınacaq. Turmalin kristalı paralellaşma ilə bağlıdır. N-in olmanı sübut edir. Çökük güzgü paralel şüalar dəstəsinə çevirir. Nöqtəvi işıq mənbəyindən çıxan işıq şüalarını paralel şüalar dəstəsinə çevirir. Burada güzgüdən söhbət gedir. Əgər şüalar fokusdan keçsə, onda paralel gedəcəklər. Daha sonra difraksiya qəfəsi dalğa uzunluğunu ölçməyə imkan verir. Ağ işığı spektra ayırır. Difraksiya qəfəsində rənglərə ayırmanı müşahidə edirik. Müqaviməti veriblər 40 ohm. Olan lampa induktivliyi 0,1 Henry olan aktiv müqaviməti nəzərə alınmayan sarğacının ardıcıl birləşdirilərək dəyişən cəryan mənbəyinə qoşulmuşdur. Aha. Sarğacın daxilinə ferromaqnit içilik daxil etsək, lampanın közərməsi necə dəyişər? Sarğacın induktiv müqaviməti omega L-dir. Omega vurulsun
L0 vurulsun mü. Ferromaqnit içlik daxil edəndə induktivlik artacaq. Ona görə induktiv müqavimət artacaq. Cəryan isə kök altında R kvadratı üstəgəl XL-in kvadratı ilə mütənasibdir və induktiv müqavimət artırsa, onda cəryan azalır, parlaqlıq da azalacaq. Parlaqlıq güclə müəyyən olunur. Gücdəki cəryan şiddəti azalanda azalır. Sarğac içliksiz olan halda dövrədəki cəryan şiddətinin amplitud qiymətini hesablayın. R-in qiymətini verib 40 ohm və induktivliyi verib 0,1 Henry. Oradan omeqanı da götürə bilərik tənlikdən ki, 300-ə bərabərdir. U bərabər UM sinüs omega T. Oradan XL-i tapaq. 0,1-i vuraq 300-ə. Bu bizə versin 30. Ondan sonra amplitud qiyməti tapmaq üçün UM-i kökün altında R kvadratı üstəgəl XL kvadratına bölməliyik. UM-in qiyməti ən qarşıda duranda 120 bölünsün. Kökün altında 40-ın kvadratı üstəgəl 30-un kvadratı. Yəni 120 bölünsün 50. Bu da bizə verəcək 2,4. Dövrədən keçən cəryan şiddətinin dəyişən cəryanın dövrü tezliyindən asılılıq qrafikini çəkin. I təsir edici bərabərdir. U təsir edici bölünsün. Kökün altında R-in kvadratı üstəgəl omega L-in kvadratı. Yəni azalan bax belə bir qrafik olmalıdır.